Əfsanəvi Amerikan xokkeyçi Gordy How'un bütün jurnalistlərin bildiyi və mən hesab edirəm ki, dillərdə əzbər olan çox maraqlı bir aforizmisi var, çox maraqlı bir sözü var. Gordy How'dan soruşanda ki, Gordy Howe özünün məşhur xettrikləri ilə yadda qalıb. Gordy How'dan soruşanda ki, sizin digər xokkeyçilərdən fərqiniz nədən ibarətdir? Onun çox maraqlı bir cavabı olubdu. O deyib ki, digər xokkeyçilərdən mənim əsas fərqim ondan ibarətdir ki, digər xokkeyçilər şaybanın olduğu yerə qaçırlar. Mən şaybanın olacağı yerə. Dolayı yolla mən boş zonaya qaçıram və mən hesab edirəm ki, mən bilirəm ki, şayba hara gedə bilər və mən boş zonaya gedirəm və tezliklə qol vura bilirəm. Xokkeydə qol. Biznesdə də Gordy How'un konsepsiyası birəbir işləyir. O sahələrdə ki, rəqabət çoxdur və ya dolayı yola desək, o sahələrdə ki, hamı oradadır, orada işləmək son dərəcə effektiv olur. Bunu bir vaxtlar bestseller olan Mavi Okean konsepsiyası haqqında kitab var idi. Blue Okean Strateji, əgər yaddaşımda düzgün səhv qalmayıbsa. Əslində o kitabın da məntiqində o idi ki, müasir dövrdə bizneslər o sahələrə yönəlməlidir ki, o sahələrdə okean daha mavidir, o sahələrdə gəmilər azdır və ya o sahələrdə azadlıqdır. Biznesin istənilən sahəsində, marketinqin istənilən sahəsində hamının doğru bildiyi şeyləri etdiyin zaman səhv etmə ehtimalın çoxalır. Mənim yadıma gəlir, biz təxminən 5-6 il bundan əvvəl Facebookda öz şirkətimizin səhifəsini açdıq. German Studio'nun Facebookda səhifəsi açıldı və o vaxt German Studio Facebookda səhifə açanda, sizə mən danışıram 6-7 ilin söhbətini, Facebookda səhifə açmaq və Facebookda reklam eləmək lüks brendi üçün hamının səhv hesab etdiyi bir addım idi. Hamı düşünürdü ki, Facebookda uşaq-muşaq olur, Facebook nədir? 15 minə, 20 minə evinə mətbəx olan xanım nədir? Yəni, düşünürlərdi ki, o auditoriya Facebookda oturmur. Ancaq biz Facebooka yönəldik və hiss elədik ki, German Studio'nun əsas müştəri kütləsi məhz Facebookdan gəlir. Bəs bugün necədir? Bugün hamı hesab edir ki, müştəri Facebookdadır. Əslində isə Facebooka yönələndə, Facebooka gedəndə hamı bildiyini Zuckerberg hamıdan yaxşı bilir də və o bugünlərim elə bir şərait yaradıbdır ki, Azərbaycanda Facebooka qoyulan pul, mən sizə inandırıram, son 2 ili müqayisə eləsək, bugün Facebookun qiyməti rahat 3 dəfə daha bahadır. Facebookun effekti gündən-günə düşür, Facebookun qiyməti gündən-günə qalxır. Dolayı yolla hamının bildiyini etdiyin zaman uğurlu olmursan. Və ya başqa bir misal. Düşünün ki, siz mağaza yer axtarırsınız, mağaza açmaq istəyirsiniz və ilk ağla gələn şəhərimizdə ərazilər. İlk ağla gəlir Azadlıq prospekti, ata-babadan orada mağazalar olublar. Sonra ağla gəlir Səməd Vurğun, nə bilim, sonra bir vaxtlar ağla gəlirdi Hüsnü Hacıyev və s. Bir növ o sahələr ki, orada ticarət mərkəzləşibdir. Bu günlərim düzgün mağaza seçimi orada deyil ki, orada artıq alver ticarət gedir. Düzgün mağaza seçimi o vaxt doğru olur ki, biz hesab edirik ki, o sahə gələcəyə doğru perspektivli olacaq. Belə yerlərdən mağaza yeri seçəndə biznes daha uğurlu olur. Bax, mənim yenə də öz təcrübəmdən danışıram, aşıq gördüyünü çalar. Mənim yadıma gəlir, yenə də keçmişdə 6-7 il bundan, 7 il düz bundan əvvəl mənim rayonlarda ilk mebel mağazamı açdığım zaman o çox həmən dövr üçün böyük bir ərazi hesab edilirdi və hamı düşünürdü ki, o kvadraturada mebel dükkanı işlətmək məsləhət deyil. Hamı balaca kvadraturalardan söhbət edirdi. Biz o dükkanı açanda arendatorun özü belə təəccüblənirdi ki, niyə görə rayon mərkəzində mağaza açmaq olar? Ancaq bugünkü təcrübə göstərir ki, bizim ən düzgün atdığımız addımlar məhz hamının yox dediyi sahələrdə olur. Başqa sözlə desək, biz o xokkeyçi kimi o yerə qaçmalıyıq ki, orada hələ şayba yoxdur. Çünki şayba olan yerlərə qaçdığın zaman sənin qaçma qiymətin baha olur. Mən metaforayla söhbət edirəm də, yəni sən hamının etdiyin zaman sənin etmə, icra qiymətin baha olur. Yəni sən daha baha əldə edirsən o şeyi və təbii olaraq effektin bir o qədər yuxarı olmur. Bu günlərin məsələn, reklam sahəsində işləyənlər bilirlər ki,
Klatter deyilən bir termin var. Tutaq ki, ən bahalı verilişlərə baxaq, ən reytingli verilişlərə və o verilişlərin setkasında reklam yerləşdirdiyimiz zaman, əgər o reklamın sayı digər reklam yerləşdirən şirkətlərdən azdırsa, bizim reklamımız itib batır. Dolayı yolla klatter nədir? Klatter odur ki, bir reklam blokunda çoxlu reklam roliklər olur. Dolayı yolla əgər bir verilişdə 5 dənə sponsor varsa, orada 6-cı sponsorun effekti aşağı düşür. Ondansa sponsor olmayan bir verilişdə birinci və ya əsas sponsor olmaq daha effektivdir. Biznesin istənilən sahəsində. O yerdə ki, hal-hazırda böyük pul var, bilin ki, böyük rəqabət var. Yəni artıq şaybə oradadır. Şaybə oran yerə qaçmaq məsləhət deyil. O sahələr, o istiqamətlər, o biznes ideyalar tapılmalıdır ki, o digərləri tərəfindən, rəqibləriniz tərəfindən, yeni biznes açmaq istəyənlər tərəfindən lazımsız hesab edilsin. Ali Nino kitab mağazaları. Mən əminliklə sizə deyirəm, bu günlərim Allah özlərinə qismət eləsin, qızıl qırırlar. Amma o dövrlərdə onlar kitab dükanları açdıqları zaman hamı hesab edirdi ki, Azərbaycanda heç kim kitab oxumur. Amma heç kimin yadına düşmürdü ki, düzdür, Azərbaycanda kitab oxuyanların sayı Rusiya ilə müqayisədə bərbad vəziyyətdədir. Ancaq Azərbaycanda kitab mağazalarının da sayı Rusiya ilə müqayisədə yox deməkdir. Yəni Rusiyada hər addımda bir kitab mağazası varsa, Azərbaycanda Ali Nino kitab dükanları açanda ümumiyyətlə kitab anlayışı yox idi. Dolayı yolla Ali Nino o vaxtı mavi okean strategiyasından istifadə edirdi. Nigar xanım və yaxud onun digər biznes partnyorları bizdən ağıllı idilər. Və ona görə də bu günlərim Ali Nino ən mənfəətli kitab şəbəkəsidir. Onun arxasınca gələnlər çalışırlar ki, Ali Nino'ya çatsınlar. Amma onun arxasınca gələnlər nə edirlər? Onlar şaybə olan tərəfə qaçırlar. Şaybə olan tərəfə qaçdığın zaman heç vaxt istədiyin nəticəni əldə etmirsən. Bütün sahələrdə belədir. Mən niyə görə hər dəfə bloqumuzda deyirəm ki, bugün Azərbaycanda internetdə biznes qurmağın əsl vaxtıdır. Çünki Azərbaycanda internetdə biznes şaybasız sahədir. Orada bu günlərim ilk baxışdan çörək yoxdur. Deməli, məhz ora yönəlmək lazımdır ki, sən orada lider olasan. O bizneslər, o sahələri açın ki, digərləri sizin o hərəkətinizə görə sizə güləcək. Əmin olun, hamının hə dediyi işlərdə uğurlu biznes qurmaq olmur. Əgər sizin biznes ideyanız kiminsə xoşuna gəlmirsə, əgər sizin biznes ideyanız kimdəsə ikrah hissi doğurursa, mən sizi təbrik etmək istəyirəm. Sizdə iradə varsa, sizdə özünüzə inam varsa və sizə ətrafdakılar gülürsə, deməli vəziyyət əladır. Bir sözlə, şaybə olmayan tərəfə qaçın, amma stadiondan çıxmayın. Uğurlar.